Həzrəti İmam Əlinin elmi böyükdür və İmam Əli verilən bütün sualları cavablandırırdı. Müxtəlif formalarda Həzrətə suallar edirdilər. Bir şəxs Həzrətə sual etdi və buyurdu ki, ilk olaraq təkbir əlləri qaldırmağın mənası nədir? Həzrət buyurdu ki, Allahu Əkbər, Allah böyükdür. Biri var desin, Huvəl Əkbər, o böyükdür, amma desin, Allahu Əkbər, Allah böyükdür. Dedi, bəs yaxşı, Allahu Əkbərin mənası nədir? Onun da mənası budur ki, bu Allahın vahid və yeganə olması heç bir şeylə müqayisə olunmadığı deməkdir. Yenə də Həzrət İmam Əliyə sual edərək buyurdu ki, bəs yaxşı, rukuda başı önə çəkməyin mənası nədir? Həzrət buyurdu ki, mənası budur, hətta mənim boynumu vursalar belə sənin vahidliyinə iman edirəm, sənin təkliyinə iman edirəm. Dedi, bəs yaxşı, azanda 4 dəfə Allahu Əkbərin mənası nədir? Həzrət buyurdu ki, bu 4 cəhətə aiddir. Şimal, şərq, cənub, qərb. Təbii ki, İmam Əli verilən bütün sualları cavablandırırdı.